Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası Yeni Bakı Pirallahı qarşılaşmasını sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Komandaların heyətləri ilə sizi tanış edirəm. İlk növbədə Pirallahıda qapıda bir nömrə Xalid Məmmədov, 2 Mirələm Quluzadə, 5 Əvəz Xudaverdiyev, 6 Hüseyin Məmmədov, 7 Hüseyin Əskərli, 9 Hüseyin Səfərli, 10 İbrahim Qədirzadə, 11 Hacı Cabbarlı, 77 Elşad Balayev, 88 Beytullah Şabanov komandanın baş məşqçisi Rinat Nəcəfovdur. Qapı istiqamətinə zərbə indirildi. İndi isə Yeni Bakı komandasının heyəti ilə tanış olaq. 1 nömrə Ömər Yusifov, 4 Sənan Quluzadə, 5 Murad Muradlı, 6 İsmail Xudiyev, 8 Rəsul Eldarov, 9 Həsən Əliyev, 10 Sübhan Məmmədli, 11 Sahib Allahverdiyev, 15 Yusif Mirzəyev, 43 Kemal Köroğlu, 12 Abdullah Abdullazadə, 41 Fərid Sultanlı, 44 Zakir Şahmarlı, 50 Hüseyin Daşdemirov komandanın baş məşqçisi Abbas Rüstəmovdur. Xalid qapıdan top oyuna daxil etdiyi riskli bir ötürmə idi. Hüseyin komandanın 6 nömrəli oyuncusu. Xalid başladı. Hüseyin və Yeni Bakı komandası az qala topu rəqibdən alacaqdır. Həsən topladı. Qapı istiqamətinə zərbə, qapıcı Xalid. Daha bir zərbə. Rəsulun zərbə vurmağına müdafiəçilər imkanı vermədilər. Ömər topu irəli vurur və top qapının üstündən keçir. Outdan Hüseyin başlayır. Həsən ötürdü. Qapı istiqamətinə zərbə və hesab açılır. Yeni Bakı oyuncuları topu qapıdan keçirirlər. İsmail'in qolu. İsmail Xudiyev Yeni Bakı'nın 6 nömrəli oyuncusu. Həsəndən gələn topu qola çevirir Həsən Əliyev. Bu cür ötürmə edir məhz İsmail da bu cür zərbə ilə tabloda ki sıfırların birini pozur. Görək bu qola Pirallahı komandasının cavab. Qapı istiqamətinə zərbə, qapıcıdan qaydan top Rəsul Eldarov, amma top meydanı tərk etmişdi. Hakim bildirir ki top Xaliddə son toxunuş ondan olmuşdu. Gün zərbəsi ilə Sənan Quluzadə Yeni Bakı'nın 4 nömrəli oyuncusu. Yerli ötürmə ev tapşırıq zəvlə zərbə vurmağa imkan axtarır qapı istiqamətinə. Amma qapıcı Xalid. Bəli, hakim bildirir ki top qapı xəttini keçməmişdi. Məhərrəmovdan rəliyə və out. Qapıdan zərbə ilə Pirallah top oyuna daxil edir. Qeyd edim ki, bu mövsüm Yeni Bakı qapı istiqamətinə qapıcı topu uzaqlaşdırır. Həsən ona mane olurlar. İbrahim, Hüseyin geriyə oynuyor. Və qapıcı bu episodda Xalid topu əlinə götürür və sərbəst zərbə təyin olunacaq. İkili toxunuşla Yeni Bakı oyuncuları topu oyuna daxil etməlidir. Yəni birbaşa top qapıya vurularsa, heç kimə dəyməyərsə bu qol qeydə alınmayacaq. Hakim Nihat Usufzadədir. Topu bir qədər də qapıya yaxın məsafəyə çəkir. İsmail Xudiyev. Hakimdən işarə gəldi. Sənandan zərbə və top meydanı tərk edir. Eşat sen de ortaya gir Eşat. Cəlmə zərbəsindən Hüseyin topu oyuna daxil edir. Qapıya zərbə, qapıcı Ömər topu uzaqlaşdırır. Hüseyin və adaşına ötürüm edir və top qapının üstündən keçir. Hesab bərabərləşə bilərdi. Top geldi. Bunu ben deməməliyəm. Özün şeyin olur. Zıp şeyin olur. İləliyə doğru daha bir ötürmə. Həsən qarşıladı zərbəsi. O topu qapının yanından vurur. Gene şeyin oyna. Pirallah oyuncuları Elşad. Sağda Hüseyin var. Geçti rəqibini. Geriyə. Eşat özü götür.
Hüseyin Məmmədov Elşadla oynuyor. Balayev keçdi. Rəqibini keçdi. Hücum təhlükəli ola bilər. İndi qapıcı topu qaytarır. Daha bir zərbə. Sübhanın bir anlıq mənə də gəldi. Sübhan burada əllə oynadı amma hakim devam işarəsi verir. Əl bağlıydı. Və out. Daşdəmirov başlayır. Qapı istiqamətindən zərbə. Həsən Əliyev. Küncdən zərbə elə. Üzr istəyirəm outdan. Pillallaha top oynadı. Hüseyin keçdi rəqibini. Hüseyin İbrahim keçdi. Qapıya baxdı zərbəsi və hesab bərabərləşir. 1-1. Pillallaha oyunçuları bərabərlik qolunu vurdular və bu cür qol sevinci ilə bu qolu qeyd edirlər. İbrahim Qədirzadə komandanın 10 nömrəsi amma Hüseyin burada rəqibin gözəl şəkildə keçdi. İbrahim də topu sola çəkdi və yaxın küncə dəqiq zərbə indirdi. Balayev. Birələm. İbrahimlə oynadı. İbrahim yox səfərli. Sübhan ötürdü. Kemal uzaqdan yoxlayır qapını. Top tora daxil olur. Kemal Köroğlu 43 nömrə. Yenidən Yeni Bakını hesabda önə çıxarır. Görək Hüseynin künc zərbəsi hesab və top meydana tərk edir. Hakim isə ilk hissənin başa çatdığını bildirir. Qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Yeni Bakı Pillallaha qarşılaşmasının ikinci hissəsi. Başlamalı ilk hissədə qapılara 3 gol vuruldu. Yeni Bakı hələ ki 2-1 hesabı ilə öndədir. Qolları bir daha xatırlayaq əvvəlcə Həsən ötürməsindən sonra İsmail Xudiyev hesabı açdı. Daha sonra İbrahim Qədirzadə bərabərlik qolunu vurdu. Hüseyin Əskərlinin ötürməsindən sonra ilk hissənin sonlarına yaxın Kemal Sübhan ötürməsini qola çevirir. Pillallaha hücumdaydı amma Hüseyin burada keçirilməz olur. Əliyə doğru ötürmə. Qapı istiqamətinə indi aşırma zərbə top. Fərqlə qapının yanından keçir. Rəsul səhv etmirəmsə qapıya zərbə indirən oyuncu. Xalid Məhrəmov. Hüseyin və out. Kapitan Hüseyin Daşdəmirov 50 nömrəli oyuncu out atışını yerinə yetirəcək. Daha bir gol vurmağa çalışırlar zərbəsi. Daha bir zərbə. İsmail. Qarşılaşmada vurulan ilk golun müəllifidir. Hacı Zabbarlı. İbrahim ötürmə gözləyirdi. Həsən Əliyev. Top aldı komandanın 9 nömrəli oyuncusu mərkəz istiqamətini Hüseyin qarşılayır. İbrahim solla oynuyor. Amma ötürmə keçmədi. İrəliyə indi qapı istiqamətinə zərbə top dirəyə dəyərək oyuna qayıdır. Az qala İbrahim Qədirzadə özünün və komandasının ikinci qolunu vuracaqdı. Dirək Yeni Bakının köməyinə gəlir. Həsən topladı, sağlı oynuyor. Əvvəl top irəli vurmağa çalışırdı. Fərid. Yeni Bakı bu dəfə soldan qapıya zərbə. Qapıdan qaydan top Sənanın önünə düşür. Sənan isə topu qapıya göndərməkdə çətinlik çəkmədi. Bəlkə də karyerasının ən rahat qollarından birini vurur. Sənan Quluzadə və Drogba sayağı qol sevinci ilə vurduğu bu qolu qeyd edir. Ömər Yusifov gəlmə zərbəsindən yəqin ki birbaşa qapıya zərbə indirəcək. Komanda yoldaşları onu ruhlandırır. Ömər sol ayağı ilə zərbə top canlı sətdən oyuna qayıdır. Və Ömər indi öz artıq qapısına getdi çatdı. Kemal. Hüseyin. Hüseyin yaxşı keçdi rəqibini. Səfərli. Dabanı ilə saxladı. Kemal ona qarşı oynayırdı. Və out.
İrəliyə doğru daha bir ötürmək izləyirik. Geriyə doğru ötürmə. Balayev. Hüseyin Səfərli mərkəzdə oynayır. Adaşı ilə divar ötürməsi. Az qala indi Pirallahın komandası qapı istiqamətinə o qədər də təhlükəli olmadı və indi Bəli Ömər cərimə meydançasının çölündən topu əli ilə müdaxilə etdi. Daha bir sərbəst zərbə təyin olunur. Topun gerisində Pirallahın iki oyuncusu Hüseyin və iki Hüseyin topun gerisində də qapı istiqamətinə üçüncüdən top oyuna daxil ediləcək. Səfərli. Bugün Pirallah komandasının heyətində 3 Hüseyin adlı oyuncu iştirak edir. İçəriyə doğru tümə. Hüseyin. Yusuf Mirzəyevdir sol cinahdan irəliyən oyuncu. Və hakim qarşılaşmanı bitirdi. Hörmətli tamaşaçılar, hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Pirallahı da komandanın 10 nömrəsi İbrahim Qədirzadə, Yeni Bakıda isə 9 nömrə Həsən Əliyev. Hörmətli futbol azarkeşləri, bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun, gələn görüşlərə dək.